Ədəbi ədəbsizdən öyrənəndə pozular da intizam. Özündən, heç nəyindən daha minbərdə çox şey demirəm, xəbəri olmayanlar ağsaqqal olanda pozular da intizam. Hətta hicab bağlayan xanımlar belə hicabı Avropadan öyrənir. Halbuki bir hicabın nümunəsi Həzrəti Zəhra idi. Seriallardan öyrənir. Filan serialda filan kəs hicabı bu cür bağlayır. Yadınıza gəldi Hadin serialı. Ha. Hanımlar başladılar o cür seriallardan götürüp hicab bağlamağa. Hicablar başladılar rengarenk olmağa. Hicab sözünün mənası yani örtük. Bir örtük ki nəzər cəlb eləyəcək hicab deyil ki. Başladılar qaş vurmağa, daş vurmağa, parlaq şeyler yapıştırmağa hicabın üstüne. Bu hicab olmadı. Həzrəti Zəhra salamullahi aleyha evdən çıxanda 7 dənə çadranı üst-üstə atırdı. Hicablara qaş yapıştırdılar, daş yapıştırdılar, şəkil vurdular, renk vurdular. Qara hicab, bir renk hicab, daşsız hicab, qaşsız hicab, bəzəksiz hicab vuranlara da dediler ki, ne diye qaraya bürünmüşsünüz? Lazımlı adamlar nümunə olmadı bize, düşmənlər nümunə oldu. Onda bəli tərbiyə pozuldu. Onda bəli adab pozulacaq. Onda bəli ictimai nizam ve intizam pozulacaq. Onda bəli hak batilin yerinde, batil hakkın yerinde oturacaq. Məlum mu?